Sumqayıt şəhərində uşaq hüquqları aylığı çərçivəsində autizm və digər inkişaf məhdudiyyətli uşaqlar üçün tədbir təşkil olunub. Tədbir Sumqayıt şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə gerçəkləşib. Tədbirdə İcra Hakimiyyəti başçısının müavini, uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Ülviyə Müzəffərova çıxış edərək uşaqlara göstərilən dövlət qayğısından, onların cəmiyyəti inteqrasiyası istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, Sumqayıt şəhər İcra Hakimiyyəti xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil alması, sosiallaşması və istedadlarının inkişafı üçün bütün zəruri şəraiti yaratmağa çalışır. Bu uşaqlar bizim cəmiyyətimizin ayrılmaz hissəsidir. Onlara diqqət və qayğı göstərmək hər birimizin mənəvi borcudur. Uşaqların sağlam böyüməsi, özlərini dəyərli hiss etməsi üçün hər zaman onların yanındayıq deyə Ülviyə Müzəffərova qeyd edib. Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım İctimai Birliyinin rəhbəri Zemfira Mustafayeva və sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbin direktoru Arzu Alızadə Sumqayıtda xüsusi qayğıya ehtiyacı olan uşaqlara göstərilən münasibətin, həyata keçirilən layihə və sosial proqramların vacibliyini vurğulayıblar. Tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub, onlar üçün musiqili əyləncəli proqram təşkil edilib. Şənlikdə balacaların sevinci və valideynlərin minnətdarlığı duyulub. Bu kimi tədbirlər bir daha göstərir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti sosial məsuliyyət və humanizm prinsiplərinə sadiq qalaraq uşaqlara, xüsusilə də xüsusi qayğıya ehtiyacı olanlara daim diqqət və qayğı ilə yanaşır. Şəhər rəhbərliyi bu sahədə ardıcıl və məqsədyönlü fəaliyyət aparır, uşaqların rifahını və xoşbəxt gələcəyini təmin etmək üçün bütün imkanları səfərbər edir. Sumqayıt şəhər İcra Hakimiyyəti uşaqlara qayğını davamlı və sistemli fəaliyyət istiqaməti kimi həyata keçirir. Bu da Sumqayıtı uşaqlar üçün daha qayğıkeş, daha mərhəmətli şəhərə çevirir. Elvin Qudratov, Şəmstan Fikrətli, Elbrus İsmailov bugün informasiya proqramı üçün.